axırda da mən idim ki, təkərdən sonra mina atanı özüm götürüm, tez bir şəkildə maşına tez çatım. Ən axırda Həsənov İzzət gəlirdi. Həsənov İzzət də orada minamoyotu götürməli idi. Mən var gücümü istifadə edərək təkəri qarşı rəqibdən xeyli irəli apardım və minamoyotları götürməkdə mən çətinlik çəkdim. İzzət də bilirsiniz, biraz iri hüccəli adamdır deyə minamoyotu biraz gec geyindi əyninə. Hər iki komanda bərabər hərəkət edir və bu çox maraqlıdır. Çox az məsafə var aralarında. Bu da oyunu daha həyəcanlı edir. Axırda onların bərabər gəlməyini görəndə biraz fikirləşdim ki, yəqin ki, Həsənov İzzət yorulub. Həqiqətən də yanımıza satanda gördüm ki, üzərində çox əşyalar var, minamoyot idi. Tənginəfəs olmaq var, hansı ki, əzələ kütləsi böyük olanlarda, yəni çox qaçanda əzələ kütləsi böyüyür və tənginəfəslik yaranır. Seydo! Sürət dayanma! 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 Sürət dayanma! Dayanma! Mənim öz komandam startdaydı, hazır idi, məni gözləyirdilər. Həsənov İzzət gəldi, ona qədər biz maşın təkərini birləşdirmişdik, bərkitmişdik, yeşilləri yığmışdıq arxaya. Həsənov, tez ol! Tez ol, tez ol, tez ol! İrəli! Mən çatdım, minamoyotun altlığını verdim və mən özümü qabağa atanda bir şey mənim yadımdan çıxıb ki, minamoyot mənim çiynimdə idi. Yəni, bu komanda yoldaşım Seydo İbrahim onu gördü və mənim içəridə qarşıda otura bilməyəcəyimi anladı. Dedim ki, sən arxada oturmalısan. O da arxaya oturduqdan sonra o arxanın qapısını bağladım, özüm keçib qabaqda oturdum və biz hərəkətə başladıq. Bəli. Sür. Ən sonuncu Seyidov Emil təkəri 30 metr fırlayıb, minatan dəstinin çiyinə alıb maşına gəldi və biz artıq hərəkətə başladıq. Əsgər Seyidov Emilin gətirdiyi minatan dəstini elə maşının içindəcə minatan heyətinə bölüşdürdük. Eşitirse, karşıdayım. Hem çababinin demir yürüyüşü olma lazımdı. Hem çababının bir defa da galip kalır.
Takip et.